Salam, hər vaxtınız xeyir tələbələr. Telegram qrupuna göndərilmiş quiz 14-ün izahına baxaq. İlk sualla başlasaq. Aşağıdakı cədvələ əsasən C4 xanasının qiymətini müəyyən edin. C4 xanasında sum düsturu yazılır və sum riyazi funksiyalardan cəmləmə funksiyasıdır. Amma diqqətli oluruz ki, A1-dən B4-ə qədər, yəni bu hissədə diapazon seçilib. Biz buradakı ədədlərin hamısını toplamalıyıq. Ədədləri toplasaq 3, üstəgəl 5, 12-ni toplaya bilmərik, çünki dırnaq içərisində yazılır və dırnaq içərisində verilən ədədlər mətn kimi götürülür cədvəl daxilində. Daha sonra üstəgəl 11, üstəgəl 4 və təbii ki 1-i götürə bilmərik, çünki mətn şəklindədir. Plus 2, plus 8. Ardına baxsaq, vergül işarəsi C1, C3 diapazonu, yəni buradakı diapazon. Buradakı diapazonda isə info mətndir, üstə 50 və üstə 10. Yəni biz bu cəmi tapmalıyıq. 50, 10, 60, bu elədir 70, 85, 90, 93 edir səhv hesablamadımsa. Yəni cavabımız olacaq Y variantı. Birinci sualda. Daha sonra növbəti ikinci suala baxsaq. İkinci sualda bildirilir ki, aşağıdakı cədvələ əsasən C4 xanasının qiymətini müəyyən edin. Burada isə fərqli funksiya tiplərindən istifadə ediblər. İlk olaraq diqqət edirik ki, fakt funksiyasının əvvəlində bərabər işarəsi yoxdur. Əgər bərabər işarəsi yoxdursa, mən bu funksiyanı hesablaya bilmərəm. Çünki Excel o halda enter düyməsini basan kimi avtomatik cavabı verir ki, orada bərabər işarəsi qoyulsun. Yəni bir çaşdırılmaq üçün verir. İkinci funksiyadan başlayırıq. Product hasil funksiyasıdır. A4, B4 diapazonu. Baxın, diapazonu düzgün seçirəm. A4, B4. Bu ədədlərin hasili, yəni 5 vurulsun 2. 10. Daha sonra C3-ü hesablasaq, power B2 qüvvətində, power qüvvət funksiyasıdır. Birincinin qüvvətində ikinci ədəd, B2 8-dir, 8-in qüvvətində 1, bu da elədir 8. Və ən sonda C4-ü tapanda sum, yəni cəm funksiyasıdır. Birinci mətndə onu nəzərə ala bilmərəm, C2 10-a bərabərdir, C3 8-ə bərabərdir. Toplayırıq, cavab edir 18. Yəni A variantı. Yəni ikinci sualın düzgün cavabı olmalıydı A variantı. Növbəti, üçüncü suala baxsaq, üçüncü sualda deyilir ki, Excel 2019-da verilmiş cədvəl fraqmentinə əsasən C4 xanasının qiyməti nəyə bərabər olur? İlk olaraq C1 xanasını hesablayaq. A1 qarışıq xanadır. Baxın, A-nın dolları yoxdur, 1-in dolları var. Bunu artıq biz qarışıq xana deyirik. C1 xanasını hesablasaq, A1 12-yə bərabərdir. Üstə gəlsin, product hasil funksiyasıdır. A1, vergül A4. Baxın, diapazon deyil, sadəcə vergül qoy. Yəni A1-i A4-ə vurmalıyıq. 12-ni vururuq 2-yə. Yəni 12 plus 24. Bu da edir 36. İkinci, C2 xanasını hesablasaq. Faktorialın hesablanmasıdır. B1 4-ə bərabərdir və 4 faktorialı hesablayacaq. Faktorial necə hesablayırıq? 4 vur 3 vur 2 vur 1. Yəni 1-dən etibarən özü daxil bütün ədədlərin hasili. Bu da edir 24. Daha sonra C3-ə hesablasaq. C3 bərabərdir. Power yenə qüvvət funksiyasıdır. Birincinin qüvvətində ikinci. A4 2-yə bərabərdir. B2 5-ə bərabərdir. Yəni 2-nin qüvvətində 5. 2 üstü 5 isə 32-yə bərabər olur. Və ən sonda bizdən C4-ü soruşur. C4-ü isə sumdur. Yəni C1, C2 və C3-ü toplayacaq. 36, 24, 60, 32, 92. Yəni düzgün cavabımız olur D variantı 3-cü sualda. Daha sonra növbəti 4-cü suala baxsaq. 4-cü sualda A3 və B3 xanalarına yazılmış düsturlardan hansı C3 xanasına köçürülsə, C3 xanasında alınan nəticə 8-ə bərabər olar. Burada biz bilmirik ki, hansı düsturu köçürsək, xananın nəticəsi 8-ə bərabər olacaq. Ona görə ilk olaraq A3 xanasını köçürün. Yəni, çünki başqa variantım yoxdur. Tapmaq üçün bir-bir sınamalıyım. A3-dən C3-ə gəliriksə, baxın, düstur köçürülməsi necə yeni etilirdik? Rəqəmlər dəyişməyib, hər ikisi 3-dür. Onda mən C3 xanasındakı düsturda, baxın, buradakı rəqəmləri dəyişməyəcəm. Amma A-dan C-yə gələndə, A3-dən C3-ə buradan yazaq, C3. Rəqəmlər dəyişməyib. Amma hərflər plus 2 irəli gedib. Baxın, B, C, plus 2. Onda mən buradakı düsturumdakı hərfləri plus 2 irəli aparmalıyım. Amma dollar olduğuna görə, baxın, A-nın dolları var. Dollar A dəyişməyəcək. Zaten rəqəmi dəyişmirəm. Üstə gəl, buradakı A-nın dolları yoxdur. Nə olmalıdır? C, plus 2 irəli getdi.
Amma dollar 2 dəyişməyəcək. Yəni bu şəkildə qalır düsturum. İndi düsturu hesablasaq. A1 7-dir. Yəni 7 üstəgəl. C2 isə 3-dür. 7-nin üstünə 3 gəldik 10 elədi. Amma bizdən cavabı 8 soruşurdu. Gedib B3-ü seçməyək. Ola bilər ki, heç biri cavabı var, heç biri çıxar. Ona görə B3-ü də C3-ə köçürək. Baxın, B3-dən C3-ə gəlsək, burada yazaq B3, C3. Yenə rəqəm dəyişməyib, amma hərfimiz plus 1 irəli gedir. Onda C3-dəki düsturu necə alacaq? C3 bərabərdir. B3-dəki birinci hərf yenə dəyişə bilməz, çünki dolları var. B1. Üstəgəl ikinci dəyişəcək. B olmalıdır C. Dollar 2. Bu düsturu hesablasaq. B1 5-ə bərabərdir. C2 3-ə bərabərdir. Olur 8. Yəni, bəli, düzgün cavabımız olmalıdır B3. Yəni, B variantı. 4-cü sualdır. Növbəti 5-ci suala baxsaq. Aşağıdakı cədvələ əsasən D4 xanasının qiymətini müəyyən edin. D4 xanasını tapmaq üçün ilk olaraq biz istifadə edək A4 xanasından. Çünki baxın, burada A1-dən C4-ə qədər seçilir. Ona görə biz əvvəlcə düsturları hesablayaq, ondan sonra D4 xanasını taparıq. Birinci düsturu hesablasaq, yəni A4-dən başlasaq, sum A1 A3. Baxın, bu diapazondakı ədədlərin cəmi. Zaten false mətindir, dırnaqdakı 6 mətindir. Ona görə A4 xanasının cavabı olmalıdır elə -33. Çünki digərləri zaten mətindir. Baxsaq B4 xanasında. B4 xanasında qüvvət funksiyasından istifadə edir. Baxın, 2-nin qüvvətində 2, yəni 4-ə bərabərdir. C4 xanasını hesablasaq. C4 faktorial 0. 0 faktorial riyaziyyatdan bilirik ki, 1-ə bərabərdir. Ona görə cavabımız olur 1. Və ən sonda D4-ü hesablasaq. Baxın, A1 C4 diapazonunda, yəni bunları silsək. A1-dən C4-ə diapazonumuzu seçək. A1-dən C4-ə gəlir. Yəni bu diapazonda 0-dan böyük ədədlərin toplanmasını istəyir. Samif şərt funksiyasıdır. Hansı şərtləri ödəyən ədədlər varsa onları tapırıq və onları toplayırıq. Baxın, -33 ödəmir, çünki 0-dan böyük deyil. True mətindir, 5H mətindir, false mətindir, 6 mətindir. Digərlərində isə 0-dan böyük olanları başlayırıq toplamağa. Yəni 12 plus 4, daha sonra plus 9, plus 1 və aşağıdakı funksiyada tapdıqlarımız. -33'ü götürə bilmirik, çünki 0-dan böyük deyil. Yəni A4'ü saymırıq. Plus 4 və plus 1. Bu nəsə edir? 10, 16, 26, o da 5. 30, 1 edir. Yox, 26, 5. Peki, nəysə səhv topladıq. 16, 4, 20, 31 eləməlidir. Cavablarda 31 yoxdur. Haradasa bir hesab səhv etdik. 16, 4, 20, 10, 31. 12, 4, 9, 1. -33'ü nəzərə ala bilmirik. 2'nin kvadratı 4, 0 faktorial 1. Ola bilsin cavablarda bir yanlışlıq olub. Çünki cavabımız 31 eləyir. 33 yox, 31 olmalıymış burada. Yəni düzgün cavab olacaq 31. Yanlış hesablamadıqsa. Növbəti 6-cı suala baxaq. 6-cı sualda isə verilmiş elektron cədvəl fraqmentinə əsasən A5 xanasının qiymətini müəyyən edin. İlk olaraq ABS funksiyası verir. Bu ədədin modulunu tapır. Amma onun daxilində də product, yəni hasil funksiyası var. İlk olaraq mən product, hasil funksiyasını hesablayıram. Baxın, A1-dən C2-yə qədər vurur. Yəni bu diapazondakı ədədlərin hasili. Burada 5 mətindir, false mətindir. Yəni 2-ni vururuq 1-ə və vururuq -3-ə. Və burada true sözünü görürük. Buradakı true'nu nəzərə alacaq. Niyə? Cədvəl daxilində verilmiş, yəni buradakı true və false-u heç vaxt nəzərə almırıq. Amma funksiyanın arqumentini, yəni arqument burada mötərizə daxilində verilən hissədir. Funksiyanın arqumentində verilmiş true və false yalnız dırnaqsız halda nəzərə alınır. Və burada da dırnaqsız haldadır. Yəni vurmalıyam 1-ə, çünki true 1-ə bərabərdir Excel'də. Bu da edəcək -6. Və baxın, əvvəldə modul funksiyası var. Yəni, mən ikinci dəfə bunu -6-nı modula salmalıyım. Və bilirik ki, mənfi ədədin modulu müsbət edir. Ona görə müsbət 6. Yəni, düzgün cavabımız olur A variantı 6-cı sualda. Növbəti 7-ci suala baxsaq əgər. Əməliyyatın icrasından sonra C5 xanasında hansı nəticə alınır?
İlk olaraq S1 xanasını hesablayaq. Product hasil funksiyasıdır. A4'ü vururuq. A4'ü vuraq B4'ə. 5'i vurduq 1'ə. Elədi 5. Faktorial, yenə faktorialın hesablanması. B2 3'ə bərabərdir. 3 faktorial. Yəni 3 vur 2 vur 1 edir 6. Power qüvvət funksiyasıdır. A3'ün qüvvətində B3. A3 7'dir, B3 1'dir. 7'nin qüvvətində 1 elədi 7. ABS moduldur. -3'ün modulu elədi müsbət 3. Və ən sonunda bunları toplamalıyıq. Yəni 5 plus 6 plus 7 plus 3. 10, 21. Yəni düzgün cavabımız olur Y variantı 7-ci sualda. Növbəti 8-ci suala baxsaq. D1 xanasında yazılan düsturu D2 və D3 xanalarına köçürdükdə. Burada saxlayaq hələ ki. Yəni bizim ilk işimiz nə olmalıdır? D1 xanasındakı düsturu D2 və D3'ə köçürməliyik. İlk olaraq D1-dən D2'yə gəlsək, baxın hərf dəyişilməyib. Rəqəmi plus 1 artırmalıyım. Yəni düsturumuz belə olacaq. Sum olduğu kimi qalır. Rəqəmləri 1 artırırıq. A eyni qalır, 1 olacaq 2. Baxın, həmsinin S-nin yanındakı S olduğu kimi qalacaq, 1 olacaq 2. Yəni A2, S2. Həmsinin D3'ə köçürsək, bu səfər rəqəmimiz plus 2 artmalıdır, 1-dən 3'ə gəlir. Yəni yenə sum olduğu kimi qalır. A olacaq 3, çünki 1'i 2 artırdı. Və buradakı 1'i də 2-dən artırsa olacaq S3. Artıq köçürdük. Və nəhayət bizdən nə istəyir? D4 xanasını. Onda ilk olaraq D1'i tapaq. Sum A1, S1. Yəni bu diapazondakı ədədlərin cəmi. Yenə true'nu nəzərə almırıq. Bu cədvəl daxilindədir. 2 plus 3 edəcək 5. Sum A2, S2. Yəni buradakı diapazon. True'nu nəzərə ala bilmərik. 8 plus 4 etdi 12. Sum A3, S3. False-u nəzərə ala bilmərik. 6 plus 0 elədi 6. Və ən sonda D1-dən D3'ə qədər olan ədədlərin cəmi. 5 plus 12 plus 6. 11, 12, 23. Düzgün cavabımız olur 23. Açıq tipli sual idi. Növbəti 9-cu suala baxsaq. Aşağıdakı cədvəldə 3-cü imtahanda tələbələrin topladığı ümumi balı müəyyən etmək üçün hansı düstur yazılmalıdır? İlk olaraq diqqət edək ki, 3-cü imtahan hansı sütunda yazılıb? Baxın, D sütununda. Yəni mən düstur yazıramsa, D sütunlu düstur yazmalıyam. Zaten hamısında D sütunu yazılıb. Amma B-ni görən kimi çıxa bilərik. Niyə? Qarşısında bərabərdir, yoxdur. Onda bu funksiya deyil. Y-ni çıxa bilərik, bərabərdir, yoxdur. A niyə olmur? Mən əgər cəmini tapmaq istəyirəmsə, ümumi bal nə deməkdir? Toplamaq istəyir. Onda niyə 5-ə bölüm? Yəni niyə sayılarına bölüm? Yəni A variantından da istifadə etmirik. C variantına gəlsək, C variantı ədədi ortanı hesablayacaq. Yəni balları toplayacaq və böləcək 5-ə. Əslində A variantı ilə C variantının bir fərqi yoxdur. A variantında biz özümüz toplayırıq, sonra 5'ə bölürük. Amma C variantı avtomatik bunu özü edir. Zaten average yazanda da toplayıb sayına böləcək. Amma bizdən ədədi ortanı istəmir, axı sadəcə cəmini istəyir, ümumi balı istəyir. Ondan nə etməliyik? Toplamalıyıq sadəcə. D2, D3, D4, D5 və D6. D6-dakının balı olmaya bilər, 0 alır. Bizim üçün fərqi yoxdur, toplamağımızı istəyir. Niyə D1-dən başlanırıq? Baxın, D1-də 3-cü imtahan sözü yazılıb. Bal yazılmayıb, tələb adı deyil. Yəni onun başlığıdır. Ona görə D2-dən D5'ə qədər və toplama funksiyası. Yəni düzgün cavabımız olur D variantı 9-cu sualda. Əgər ədədi orta istəsəydi, həm A, həm C-ni seçə bilərdik. Və nəhayət 10-cu sualda şəkildə verilənlərə görə A4 xanasının qiyməti nəyə bərabər olar? A4 xanasında yenə cəm funksiyası görürük. A1-dən C3'ə qədər. Yəni bu diapazondakı ədədlərin cəmi. Baxın, buradakı biri nəzərə ala bilməliyik, çünki dırnaqda verilib. True və false həmişə mətndə cədvəl daxilində dırnaqda verilsə də və ya adi şəkildə verilsə də. Və buradakı birin yanında da dırnaq var. Onu da mətn kimi görəcək. Yəni A4 bərabərdir. Biz cədvəldən sadəcə buradakı biri seçdik. 1, üstəgəl. Baxın, burada dırnaq içərisində ədəd verilib. Cədvəl daxilində, yəni cədvəl daxilində dediyim, baxın, buradakı birləri nəzərdə tuturum. Buradakı birləri dırnaqlı vəziyyətdə nəzərə ala bilmərəm. Həmişə ədədləri dırnaqsız şəkildə sayıram cədvəlin daxilində. Amma bu hissədə, yəni funksiyanın arqumentində, baxın, burada ədədləri həm dırnaqlı, həm də dırnaqsız şəkildə nəzərə alıram. Yəni bu biri topladıq. Buradakı biri də topladıq. Üstəgəl 1. Və true'nu da nəzərə almalıyıq. Niyə? Cədvəl funksiyanın arqumentindədir.
Biz cədvəldə true false saymırıq, amma burada versələr, mən true false dırnaqsız vəziyyətdə nəzərdə tutulmalıyam. Ona görə üstünə gəlirik 1. Yəni cavabımız etməlidir 4. Düzgün cavab. 10-cu sualda. Yenə təkrarlasaq. Cədvəl daxilində, yəni əgər diapazon seçilibsə, bu diapazonda ədədlər yalnız dırnaqsız halda götürülür. Baxın, buradakı 1-i nəzərə alırıq. Amma funksiyanın arqumentində, yəni bu mötərizənin içərisində ədədlər həm dırnaqlı, həm dırnaqsız halda nəzərə alınır funksiya hesablaması zamanı. True false-a gəlsək isə, true false cədvəl daxilində, yəni burada heç vaxt nəzərə alınmır, dırnaq-dırnaqsız heç vaxt. Amma funksiyanın arqumentində, yəni bu mötərizənin daxilində yalnız dırnaqsız halda nəzərə alınır. Yəni ona görə düzgün cavabımız olurdu 4, 10-cu sualda. Belə əziz tələbələr, ümid edirəm sınaq izahı hər birinizə aydın oldu. Uğurlar.